Onu qeyd edeyim ki, sadəcə 4-cü dəfə keçirilən Antalya deməli diplomatik forumu bəlkə də bugünkü dünyamızın reallıqlarında və bugünkü son dərəcə təhlükəli dünyamızın reallığında çox böyük dəyərə malikdir. Məsələ ondadır ki, bunu elm adamları yaxşı bilirlər. Dünya tarixi, bəşəriyyət tarixi əslində sülh deyil, müharibələr tarixidir. Və eyni zamanda başqa bir elm adamlarının bildiyi həqiqət də var ki, dünyada 100 il ərzində, ortaya salma 100 il ərzində dinc dövr bir həftədən az olub. Təsəvvür ediyinə. Dinc dövr bir həftə, heç bir həftə eləmir. Bu baxımdan yanaşdıqda, deməli, bu həm də başqa bir həqiqət ortaya qoyur ki, deməli, hərbin qarşısında diplomatiya geri çəkilib, güc faktoru həlledici faktora çevrilir və bugünkü dünyamızda, bu parçalanmış dünyamızda güc amili həlledici məqam kəsb eləyir. Və təsadüfi deyildir ki, 2023-cü ildə yay ayında, iyul ayında cənab İlham Əliyev, ölkəmizin prezidenti, Şuşada keçirilən media forumunda çıxışında da vurğuladı ki, bəli, bugünkü reallıqda güc amili təhlükəsizliyi təmin edən amilə çevrilir. Təhlükəsizliyi təmin edə biləcək bir reallıqdır və beynəlxalq hüquq işləmir. Bunun biz tam fərqindəyik və yeri gəlmişkən onu da deyim ki, 1915-ci ildə New York Times qəzetində, yəni BMT-nin yaranmasına bir 30 il qalmış, belə bir baş məqalə getmişdi. Beynəlxalq hüquq ölübmü? Təsəvvür edirsiniz, BMT-nin yaranmasına 30 il qalmış bu başlığına getmişdi. Və ondan sonra yəqin ki, min dəfələrlə beynəlxalq hüquq ölüb, min dəfələrlə diplomatiya ölüb kimi. Arada bir elə dirilməyib, onu arada bir elə meyit kimi gətirib qoyurlar lazım olanda, bizi kimi ölkələrə güc göstərmək üçün və s. Yəni, selektiv yanaşmalar var. Bəzən diplomatiya işlər vəziyyətə salınır, bəzən o susur, hərb önə keçir və bugünkü dünyamızda isə reallıq odur ki, güc faktoru həlledici faktordur və parçalanmış dünya və bugünkü, deməli, indi adada keçirilən tədbirin adına baxdığınızda yeni dünya nizamının doğru. Demək, yeni dünya nizamı bugün yoxdur. Amma indi bizim əldə etdiyimiz indiyə qədərki biliklər, təcrübə əsas verir ki, müəyyən proqnozlar verək. Hələ Avropa qitəsinin timsalında ona baxsaq, tək qütüblü dünya, sonra keçid eləyir çox qütüblü dünyaya, çox qütüblü dünyadan sonra gəlir iki qütüblü dünya, onun ardınca yenə də tək qütüblü dünya. Bax, bu belə bir sxem mövcuddur. Yazılardı Napolyon müharibələri və Napolyon qalib gələndə Fransa hegemon dövləti idi Avropada və tək qütüblü Fransa idi əsas söz sahibi. Sonra Avropa konserti, Viyana Konqresi, Avropa konserti 1815-ci ildən çox qütüblü dünya formalaşdı. Müxtəlif 5-6 güc mərkəzi. Çox qütüblü dünya və bunun ardınca deməli baş verdi Birinci Dünya müharibəsi, Birləşmiş Ştatların qalibiyyəti. Fikir verirsiniz, 1918-ci ildən... Ondan qabaq Berlin konferansında da bir çox şeylər dəyişdi. Mən elmi fikirdə qəbul edilmiş yanaşmanı deyirəm. 1918-36-cı ildə yenə Birləşmiş Ştatlar tək qütüblü dünya. Sonra 45-ci ildən 91-ci ilə qədər iki qütüblü dünya. İki qütüblü dünya reallığı və indi də fikir verirsiniz, təzədən deməli çox qütüblü dünyaya keçid tendensiyası. Yəni, istər-istənməz bugünkü dünya çox qütüblüyə getməkdədir və çox qütüblü dünyanın formalaşması prosesi gedir. Və bizim niyyətimizdə, Türk dünyasının niyyəti odur ki, bu yeni reallıqda neçə güc mərkəzi olacaqsa, biz orada subyekt olaq, biz orada aktor olaq, biz orada obyekt olaq. Qütblərdən biri. Biri, təbii ki, çox qütüblü dünyadan danışılır, amma məqsədimiz də odur ki, o çox qütüblü dünyada bizim də yerimiz olsun.